Yəni bu sadəcə Azərbaycan deyil, elə bütün ölkədə Türkiyənin rolunu bu sahədə təqdir olunur. Cənab Prezident Erdoğan bildiyiniz kimi Azərbaycana seçkilərdən sonra, qələbəsindən sonra səfər etmişdi. Bu artıq ənənə halını alıb ki, mən də prezident seçkilərində qələbə çaldıqdan sonra Türkiyəyə səfər etmişdim dərhal və eləcə də Cənab Prezidentin inaugurasiya mərasimində də bir sıra bizim gələcək əməkdaşlığımızın perspektivalarına toxunduq. Təbii ki, heç də biz razılaşdırdığımız bütün məsələləri açıqlamayacağam, amma təxmin etmək çətin olmaz ki, yaxın gələcək illərdə Türkiyə və Azərbaycan getdikcə qarşılıqlı şəkildə nəinki bizim regionda, eləcə də bizim potensialımız qarşılıqlı şəkildə öz ölkələrimizi daha da yaxınlaşdırmaq üçün bir sıra işlər görüləcəkdir. Amerika Birləşmiş Ştatlarından